Məncə, zövqlü geyinənlər daha çox idi. Bilirsiniz nətərdir? Bəs siz? Mən əsl Bakılılar üçün darıxıram. Mən özüm İçəri şəhərdə 3 il universitetdə oxuyordum, Şərq fakültəsində. Yaxın idi, orada yaxında 3 il kirada qaldım. Mən gördüyüm o Bakı ailələr üçün, o kübar ailələr vardı. Tutaq ki, biz kənddən gəlmiş, saf, amma kör-köbut, yonulmamış uşaqlarıdıq da. Biz onlara baxıb düzlənirdik ki, bərkdən qışqırmaq olmaz, adam olmaq lazımdır. Başqaları diksinə bilər. Sonra nə bilim, çox şeylər. Bulvarda onlar çıxıb o ailə bir dövrə vuranda normal adamlar rayondan gəlmiş, kətdən gəlmiş. Mənim kimi kəndçi güççülər, onlardan çox şey öyrənirdik. İndi mən... Nümunəvi. Bəli, indi mən Bakılıları görürəm, hərdən birdən. Məsələn, Nizami heykəlinin yanından monolitdir də, monolit. Monolitdə oradan aşağıda Bakılı qadın gəlir, haradasa 80 yaşı var. Elə çaşqın bir vəziyyətdə. Hətta o da elə bilir ki, Bakıda deyil. Halbuki onun babası, ulu babası, özü orada doğulub. Çaşqın bir vəziyyət. Bilirsiniz, ünvanı, Jek ünvanından danışmıram. O mənəvi ünvan var ha. Onu itirəndə xalq özü də özünü itirir. Bax, o qadını mən o vəziyyətdə gördüm və çox kövrəldim və çox pis oldum. Və az qaldım yaxınlaşam, deyəm ki, mən sizi başa düşürəm. Qorxdum. Onu o çaşqınlıqdan ayırtmağa qorxdum. Çünki o artıq mən Mərdəkana qaçan kimi, o da Bakının öz Bakısından çaşqınlığa gedib sığınıb. Ora qaçıb. Sığınıb. Bəli. İstəmədim onu oradan, o sığınacaqdan çıxardım.